Salam, hər vaxtınız xeyir olsun. Mən SRM Təhsil və İnkişaf Akademiyasının təlimçisi Zəkəriyeva Nazlı. Bugün sizinlə kovalent rabitə haqqında ətraflı danışacağıq. Ümumiyyətlə biz bilirik ki, rabitə elementlər arasında əlaqə quran, daha doğrusu əlaqə yaradan bağdır. Və kimyəvi rabitə növlərindən bilirik iyon var, kovalent, hidrogen, metal rabitəsi var. Bugün sırf kovalent rabitə haqqında ətraflı danışacağıq. Kovalent rabitə özü iki yerə bölünür. Polyar kovalent rabitə, qeyri-polyar kovalent rabitə. Polyar kovalent rabitə elektromənfilikləri bir-birindən az fərqlənən atomlar arasında yaranan rabitədir. Yəni onları, o atomları əlaqələndirən rabitədir. Bu elmi dildədir. Amma lori dildə desək, iki müxtəlif qeyri-metal arasında olan rabitədir. Misal üçün, hidrogen xlorid. H-xlor. Bəli, bu rabitə var, aralarında bu rabitə var. O rabitə polyar kovalent rabitədir. Qeyri-polyar kovalent rabitə dedikdə isə elektronmənfilikləri fərqlənməyən atomlar arasında. O zaman belə bir nəticə çıxardırıq. Eyni elektronmənfiliyə malikdirsə, deməli bu atomlar elə eyni atomlardır. O zaman deyə bilərik ki, iki eyni qeyri-metal arasında olan rabitəyə biz qeyri-polyar kovalent rabitə deyirik. Misal üçün, xlor 2. Bu iki xlor bir arada boş yerə qalmır ki, bunları yanaşı saxlayan rabitə var. Baxın, bu rabitəyə də biz deyirik qeyri-polyar kovalent rabitə. Düzdür, yadda qalan bir şeydir, amma unutmamağınız üçün bir şey deyə bilərəm ki, qeyri-polyar deyəndə, baxın, qeyri-polyar, yəni özündən qeyrisini ora qoymur. Ancaq özü. Eyni atomlar arasında yaranan rabitədir. Polyar dedikdə isə iki müxtəlif qeyri-metal arasında yaranan rabitə olur polyar kovalent rabitə. Polyar kovalent rabitəyə misal göstərə bilərik başqa. H2S. Bəli, bunlar arasında da polyar kovalent rabitədir. Qeyri-polyara başqa bir nümunə N2. Yəni indeksində 2 yazılan, 8 yazılan, 4 yazılan, bəli, bu rabitələr qeyri-polyar kovalent rabitədir. Nəzəri olaraq test tapşırıqlarında, yəni kovalent rabitəni tapmaq elə də çətin bir şey deyil. Əsas məsələ kovalent rabitənin yaranma mexanizmləridir. Özü iki yerə bölünür, yaranma mexanizminə görə. Deməli, yaranmasına görə iki yerə bölürük. Birincisi, mübadilə mexanizmi ilə yaranan kovalent rabitə. Mübadilə. Və ya kitablarda şərikli elektron hesabına yaranan rabitə kimi də görə bilərsiniz. Eyni anlayışlardır. İkincisi isə donor-akseptor rabitəsi. Deməli, mübadilə mexanizmi ilə yaranan rabitə dedikdə, mübadilə adı üstündə və yaxud şərikli elektron hesabına. Yəni, bu rabitə yaranan zaman burada atomların hər birinin elektronu mütləq iştirak etməlidir. Misal üçün, yuxarıda yazdığımız H-xlorda, H-xlorda hidrogenlə xlorun birləşməsində bu rabitənin yaranmasında həm xlorun elektronu iştirak edir. Xlorun elektronu bu rəngdə işarə edir. Həm də hidrogenin. Bəli, bu rabitəni atomlar nə oldu? Şərikli şəkildə yaratdılar. Yəni, hər birinin, bu rabitənin yaranmasında hər ikisi ortaqdır. Hər ikisinin elektronu iştirak etdiyinə görə, bəli, biz deyirik mübadilə mexanizmi ilə yaranır bu rabitə. Bu rabitədə xlorun da payı var, hidrogenin də payı var. Və yaxud da ki, amonyak. Amonyaka baxsaq, amonyak da polyar kovalent rabitə əmələ gəlir də. Daha doğrusu, atomlar arasında, bəli, bu rabitə polyar kovalent rabitədir. Bəli, amonyakda da bu üç rabitə var ayrı-ayrılıqda. Üçü də mübadilə mexanizmi ilə yaranıb. Tutaq ki, yenə hidrogen elektronunu qara qoyuruq. Azotun elektronları da fərqli rəngləyək. Bəli, üç rabitənin üçü də mübadilə mexanizmi ilə əmələ gəlib. Mübadilə mexanizmi budur. Hər atomun elektronu rabitə yaranmada iştirak etməlidir, mütləqdir. Bu mübadilə mexanizmidir. Demək olar ki, əksər birləşmələrdə mübadilə mexanizmi ilə əmələ gəlib. Donor-akseptor çox az birləşmələrdə var. Yəni, biz azını öyrənirik. İndi, bu rabitəni yaradır. Elə gəlin amonyak üzərində danışaq. Rabitəni yaradır həmişə yadda saxlayaq. Atomun xarici təbəqəsindəki elektronlar. Sadəcə, azot biz bilirik, sıra nömrəsi 7-dir. 7-nin elektron formulunu açsaq, 1s2, 2s2, 2p3. Xarici təbəqəsi dedikdə, ən son təbəqə nəzərdə tutulur da, 1s olan daxili təbəqədir. Xarici təbəqəsinə fikir verin. 2 cüt elektron var, 3 də tək. Bəli, bunlar hesabına rabitə yaradacaq ki, fikir versəniz, 3 elektronun 3-ü də rabitə yaradıb. Bu tək elektronlar rabitəni yaradıb.
Hidrogen də bilirik ki, bir elektronu var. 1s1 yazılır. İndi 3 hidrogenin də, yəni ayrı-ayrılıqda birinin birdirsə, deməli 3 hidrogendə 3 elektronu iştirak edəcək burada. Ondan işimiz yox. Yəni hidrogen bütün elektronlarını verib istifadəyə, rabitə yaramada. İndi fikir verin, azotun 2 elektron cütü burada qalıb. Bu elektronlara baxın, buradadır. Yəni onlar da rabitə yarada bilər. O cüt elektron cütləri baxın buradadır. Sərbəstdir. Hələ rabitə yaratmayıb. Deməli rabitə yarada bilər. Amma belə bir şey var ki, bir rabitə neçə elektron yaradır? Bir rabitə, baxın, bir rabitəni sadəcə 2 elektron yarada bilər. 2 elektron. Və azotun da burada 2 elektron var. Və rabitənin yaranması üçün də hər hansı bir element lazımdır ora. Tutaq ki, atom. Və biz bu zaman ona görə deyirik ki, donor-akseptor mexanizmində elektronunu itirmiş hidrogen. Yəni hər hansı bir müsbət hidrogen iyonu gəlir. Hidrogen normalda elektronu 1-dir, elə. Bura müsbət 1 olmalıdır ki, müsbət olmalıdır. Hidrogen elektronunu itirsin. İtirsin və hidrogenin sadəcə boş orbitalı qalsın. Əvvəl 1s1 idi. Bir elektronu itirəndən sonra nə olacaq? Orbital boş olacaq. Heç nə qalmayacaq orbitalda. Deməli, hidrogen boş orbitalı ilə gəlir. Yəni hidrogen sadəcə boş orbitalı var. Və azotun isə 2 elektronu. Nəticədə burada rabitə yaranacaq, bəli. Bu hidrogen gələcək bura və rabitə yaradacaqlar. Bu hidrogen artıq bu hidrogendir. Rabitəni yaratdı. Amma rabitəni yaradan fikir verdiniz, hidrogen elektronu ümumiyyətlə olmadı. 2 elektronun ikisi də azota məxsus oldu. Çünki azotun 2 tək elektronu var idi da. Yəni bu rabitəni sadəcə və sadəcə azotun elektronları yaratdı. Hidrogenin elektronunun bir rolu olmadı. Hidrogen elektronunu itirib gəldi. Fikir verdinizsə, bu rabitəni yaradan sadəcə azotun elektronlarıdır deyə, biz ona nə deyirik o rabitəyə? Donor-akseptor rabitəsi. Yəni donor-akseptor mexanizmi ilə əmələ gələn rabitə. Donor sözü, bəli, bizə yad deyil. Donor. Ən çox da yəni filmlərdə istifadə olunur. Fikir verirsinizsə, xəstələrə donor lazımdır deyilir. Donor, bəli. Kimsə kiməsə donor olur, qanını verir və s. İndi burada da fikir verin, donor olan azotdur. Azot bütün elektronlarını verdi. Hidrogen neynədir? Akseptor, alan oldu. A sözü ilə yadda saxlayın. Akseptor, bəli, donor oldu azot, akseptor oldu hidrogen. Deməli, bu 3 rabitə, fikir verin, 3 rabitənin 3-ü mübadilə mexanizmi ilə əmələ gəldi. Amma kənarda olan bu rabitə necə əmələ gəldi? Donor-akseptor. Və donor-akseptor mexanizmi ilə əmələ gəldiyi üçün biz oxu hidrogenə tərəf çəkirik. Hidrogenə tərəf. O zaman alınan maddəyə nə deyirik? NH4 müsbət iyonu. Bəli, ammoniakda donor-akseptor yoxdur. Mübadilə mexanizmi ilə idi bütün rabitələr. Amma ammonium iyonunda nə oldu? Bir rabitə donor-akseptordan əmələ gəldi. Bir rabitə. Donor-akseptor mexanizmi ilə əmələ gəldi. Donor hansı oldu? Azot. Təbii ki, buradan yadda saxlayırıq ki, elektronu çox olan donor olur. Azotun elektronu çox idi və donor oldu. Hidrogen isə akseptor oldu, elektronu alan oldu. Elə bil azotun elektronu hesabına hidrogen də orada rabitə yaranmada iştirak etdi. Amma azotun elektronu hesabına, özünün yox. Deməli, nəzər salaq, biz nədən danışdıq? Dedik ki, kovalent rabitənin yaranması 2 mexanizmi var. Mübadilə mexanizmi və donor-akseptor mexanizmi. Mübadilə mexanizmi dediyi nədir? Mübadilə mexanizmi odur ki, bu rabitə yarananda atomlarının hər birinin bir elektronu mütləq rabitə yaramada iştirak edir. Amma donor-akseptorda dedik ki, donor-akseptora nümunə gətirdik nəyi? Ammonium iyonunu. Bəli, əvvəl ammoniak idi. Bu 3 rabitə var ha. Bircə dəqiqə. Rəngini fərqli edək. Baxın, bu 3 rabitə. Bunlar 3-ü mübadilə mexanizmi ilə əmələ gəlib. Biz dana bilmərik ki, ammonium iyonunda ancaq donor-akseptor mexanizmi ilə əmələ gələn rabitə var. Yox, 3-ü mübadilə mexanizmi ilə əmələ gəlib. Donor-akseptor rabitəsi varmı? Bəli, var. Bir ədəddə nə var? Donor-akseptor rabitəsi. Baxın, bu da donor-akseptor rabitəsidir. Çünki bu rabitəni yaradan elektronun 2 cütün ikisi də azota aiddir. Burada donorçuluq var. Yəni azot donor olub elektronunu. Ona görə donor-akseptor rabitəsi ilə yaranan deyirik, mexanizmlə yaranan. Başqa hansı birləşmələr də var? Biz adətən 3-ünü öyrənirik. Biri ammonium dedik. Eyni zamanda hidroksonium iyonu var. H3O müsbət və CO dəm qazında var. H3O-da da nəzər yetirsək suya, suda bu 2 rabitə mübadilə mexanizmi ilə əmələ gəlib. Yəni burada həm hidrogenin var, həm də oksigen elektron var. Bu sudur. Bu normalda H2O-dur. Bunda problem yoxdur.
Əslində donor akseptorda problemli rabitə deyil, sadəcə hə. Deməli, bir də yenə oksigenin 8 var. 8 açsaq necə açırıq? 1s2, 2s2, 2p neçə olur? 4. Bəli. 2 tək elektronu var. 1, 2, 3. İndi bunlar təkdir. 2 tək elektronu yaradıb. 2 də cüt elektronu qalıb hələ. Bəli, onunla da gedir. 2 elektron ikisini verib rabitə yaradır. Burada da hidrogendən yaradır. Nəticədə bu rabitə olur donor akseptor rabitəsi. Oksigenə məxsusdur bu elektronlar. Oksigen elektronunu səhv yazdıq bir dəqiqə. Rəngini qarışdırmayaq. Bəli. Burada da donor nədir? Oksigendir. Həmçinin dəm qazında. CO. Bu şəkildə yazırıq. Burada da donor oksigendir. Bu iki rabitədə problem yoxdur. Bu iki rabitənin ikisində də hər iki atomun elektronu iştirak etdiyi halda, amma donor rabitəyə baxın, sadəcə oksigen elektronu iştirak edir. Sadəcə oksigen. Bir dənə hərəsində bir ədəd rabitə donor akseptor mexanizmi ilə yaranıb. Qalanları isə mübadilə mexanizmi ilədir. Bəli, fikir verin. Bir dəqiqə, deməli. Bu elektronda oksigenə məxsusdur, bu elektronda. Deməli, ammonium ionunda donor azotdur. Suda oksigendir, dəm qazında da oksigendir. Yadda saxlayırıq, elektronu çox olan zaten donordur. Eyni zamanda donor sözündəki hərflər oksigen, oksigen, azot. Bəli, onlar donordular. Qarşı tərəf isə akseptordur. Yəni, test nümunələrində də düşə bilər. Misal üçün, deyər ki, ammonium ionunda azotun neçə elektronu rabitə yaramada iştirak edir. Bizim ağlımıza gələcək ammonium ionunda 4 rabitə var. Bu 4 rabitənin biri donor akseptordur və donor akseptor olduğuna görə orada azotun 2 elektronu iştirak edib. Amma digər 3 rabitədə mübadilə mexanizmi ilə yaranan rabitə olduğu üçün sadəcə bir elektronu, yəni bircə elektronu iştirak edib. O zaman deyirik ammonium ionunda donor atomunun, yəni azotun 1, 2, 3, 4, 5 elektronu iştirak edir. Və ya suda fikir verin, oksigenin 1, 2, 3, 4 elektronu iştirak edir. Dəm qazında oksigenin 1, 2, 3, 4, donorun 4 elektronu iştirak edir. Akseptorun isə hidrogenin təbii ki, hər hidrogenin 1 olduğuna görə, bütün hidrogenləri götürsə 2 elektron burada, 3 elektron burada. Dəm qazında isə karbonun 2 elektronu rabitə yaranmada iştirak edir. Bu belə. Bir də burada bir məsələ var, ona toxunacağıq. Axırıncı mövzudur. Biz rabitənin polyarlığından danışdıq. Polyar rabitə. Bir də kovalent rabitədə öyrənirik. Rabitə polyardır, molekul özü ya polyardır, ya qeyri-polyar. Burada hər dəfə deyirəm ki, iki şərti yadda saxlasaq, işimiz rahat olacaq. Yəni, rabitə polyar, hər ikisində də şərt elə olacaq. Rabitə polyar. Rabitə polyar. Molekul qeyri-polyar. Molekul isə burada polyar. Necə fərqləndirəcəyik bu maddələri? Rabitəsi polyar, molekulu qeyri-polyar olan elementlər, daha doğrusu birləşmələrdə, element deməyək, düzgün deyək, birləşmələrdə iki şərtlə bilirik. Birincisi, mərkəzdə olan atom bütün elektronlarına, yəni valent elektron deyək, xarici təbəqəsindəki olan elektronlar deyək, hamısını istifadəyə verməlidir. Yəni, valentliyi neçədir? Tutaq ki, metan deyək. CH4. Mərkəzi atom karbondur. 4 qolunu da çəkirik, hidrogenləri birləşdiririk. Fikir versəniz, bəli, metanda karbon və kənarlarındakı hidrogenlər, bu da bu arada mübadilə mexanizmi ilə əmələ gəlib rabitələn hər biri. Aha, fikir verin, karbon 4 valentlidir. Xarici təbəqəsində 4 elektron yerləşir. Biz bunu bilirik. Yəni 4 valentlidir. Bəli, maksimum valentliyini göstəribmi? Göstərib. Birinci şərt budur. Max valentliyi, maksimum valentliyi. Və yaxud deyə bilərsiniz ki, xarici təbəqəsindəki bütün elektronlarını istifadəyə verir. Şərt belə də ola bilər. İkinci şərt isə ətrafında eyni atom olmalıdır. Yəni o elektronları eyni atom üçün istifadəyə verməlidir. Eyni atom. Bəli, fikir verin. 4 elektronun 4'ü də rabitə yaradıb. 1, 2, 3, 4. 4'ü də rabitə yaradıb. Və eyni atom. Eyni atom üçün, bəli, eyni atom üçün istifadəyə verir elektronlarını. Hidrogen, 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 hidrogen. O zaman biz deyirik ki,
Bu maddənin, bu birləşmənin rabitəsi polyardır. Bəli, çünki biz dedik, polyar rabitə nə deməkdir? Müxtəlif qeyri-metallar arasında rabitə. Bəli, karbon, hidrogen müxtəlif qeyri-metaldır. Onlar arasındakı rabitə polyardır. Amma molekulun özü qeyri-polyardır. Birinci şərt ödədimi? Ödədi. Mərkəzi atomu maksimum valentliyini göstərir? Göstərir. İkinci şərt ödədimi? Ödədi. Eyni atom üçün istifadəyə veribmi elektronu? Yəni ətrafında ancaq eyni atom mu var? Bəli, var. O zaman bəli, molekulu qeyri-polyardır. Bu şəkildə də deyirlər, birləşmə əgər simmetrikdirsə, birləşmə simmetrik olarsa, yəni fikir verin, karbonu eyni qüvvə ilə biri sağa, biri sola, biri aşağı, biri yuxarı dartır. Yəni qeyri-polyarlıq yaranır. Harasa meyl etmək olmur. Sabit qalır, eyni güclər çəkir onu. Deməli qeyri-polyardır. Bu şəkildə də yadda saxlaya bilərsiniz, simmetriklik varsa. Amma dediyim iki şərtlə də nəticəyə gəlmək olar. İndi rabitə polyardır, molekulu isə qeyri-polyardır. Elə bir dənə ətrafındakı atomlardan nümunə verim. Bir də ki, maksimum valentlik göstərib göstərməməsindən. Əslində bir nümunə də göstərək. Misal üçün CO2. Karbon qazı. Karbon 4 elektronun 4-ünü də rabitə yaramaq üçün istifadə edir. Fikir verin. 4-ünü də. Deməli və eyni atom üçündür. Sağında da, solunda da oksigen var. İki şərtin ikisi də ödənib. Deməli nədir bu? Molekulu qeyri-polyardır, rabitə polyardır. Zaten işimiz yoxdur. Hər ikisində rabitə polyardır. Molekulu qeyri-polyardır. Amma indi fikir versək dəm qazına. Gəlin dəm qazına baxaq. Bayaq çəkdik. Dəm qazında karbon olsun. Karbonun fikir verin, bayaq dedik, sadəcə 2 elektron iştirak edir. Yəni xarici təbəqəsində olan elektronlar hamısı iştirak etmir. Heç oksigende də yoxdur. Oksigen 4-dür, amma oksigen normalda 6 elektron var xarici təbəqəsində. Yəni bu ödənilməyib. Xarici təbəqədəki bütün elektronlar özünü istifadəyə verməyiblər. Xarici təbəqə, valent elektronu. O zaman, yəni bunu avtomatik deyirik ki, bəli, molekulu da polyardır, rabitə də polyardır. Bu sinifə aiddir. Bir də bu metanı, CH4-ü bu şəkildə yazsaq, hidrogen, hidrogen, hidrogen. Yuxarıdakı hidrogeni xlorla əvəz etsək, aha, burada da vəziyyət dəyişir. Bəli, karbon 4 elektronun 4-ünü də istifadəyə verib. Bəli, 4-ünü də istifadəyə verib. Digər tərəfdəki birinci şərt ödənilir. Amma ətrafında eyni atomlar mı var? Xeyr. Hidrogen, hidrogen, hidrogen. Burada artıq xlor var. Deməli, qeyri-polyarlıq pozulub. Simmetriklik pozulub artıq. Burada artıq molekul da polyardır, rabitə də polyardır. Deməli, rabitənin polyar, molekulun qeyri-polyar olması üçün 2 şərt var. Birinci şərt, özdə 2 şərtin ikisi də eyni anda ödənilməlidir. Birinci şərt, mərkəzi atom bütün elektronlarını verməlidir istifadəyə və eyni atom üçün verməlidir. Əslində çaşmırıq, hidrogen tərəfdən də baxanda hidrogen bütün elektronlarını istifadəyə verib və karbon üçün verib. Eyni atom olmalıdır, ətrafında eyni atom olmalıdır və valent elektronlarının, xarici təbəqəsindəki elektronların hamısını istifadəyə verməlidir. Bu şərtdən biri pozularsa, artıq molekul nə olur? Polyar olur. Bəli, rabitəsi polyar, molekulu qeyri-polyar olan bir birləşməyə də nümunə göstərək. Misal üçün, SO3. Kükürt 6 elektronun 6-sını da istifadəyə verib, bəli. Və eyni atom üçün mü verib? Bəli. Deməli, rabitə özü polyar olsa da, rabitə ilə yenə deyirəm, işimiz yoxdur. Rabitə zaten polyardır. Molekulu qeyri-polyardır. Amma siz tutun, SO2'ni yazın. SO2. Bu SO3'tür, bu da SO2. Fikir versəniz, ətrafında eyni atom var, düzdür. Amma kükürdün 4 elektronu iştirak edib. Kükürd 6-cı qrupda yerləşir. Xarici təbəqəsində 6 elektron var axı. Amma hamısı istifadə olunmayıb. Deməli, hamısı istifadə olunmadı. Bu iki şərtdən biri pozuldu deyək. İkinci şərt düzdür. Eyni atom üçün istifadə olunub. Amma birinci şərt ödənilməyib. Avtomatik deyirik, molekul nədir? Polyardır. Rabitə də polyar olur, molekul da polyar olur. Rabitəsi polyar, molekulu qeyri-polyar birləşməyə 2 nümunə də yazaq. Məsələn, bor H3 və ya C2H2. Belə. Bugün, bəli, əslində kovalent rabitəyə baxanda qısa dərsdir. Sadəcə daha ətraflı izah vermək istədim. Rabitə mövzusunda bir geniş, yəni rabitə bölməsində bir geniş mövzuda hibridləşmədir. İnşallah bir dəfə də ondan danışarıq. Bugünlük bu qədər. Hələlik.